Axşamınız xeyir, dəyərli kanal iştirakçılarımız, necəsiniz? Qızımla dərs eləyirdik və birdən yadıma düşdü ki, bu informasiyanı da sizinlə bölüşə bilərəm. Deməli, belə bir sual verir uşaq mənə ki, mama, necə eləyə bilərəm ki, adlar daha asan yadımda qalsın? Uşağı adətən necə başa sala bilərsiniz? Bizim yadda saxlamamız bir neçə cür olur. Qısa müddətli yadda saxlama, uzun müddətli yadda saxlama və daha uzun yadda saxlama. Deməli, uşaq belə bir şey oxuyur. Vasco da Gama Hindistana su yolu açan ilk alimdir. Mama deyir, burada çox alim adlar var və bunları mən necə yada saxlayayım? Deməli, birinci informasiyanı qəbul edirik, qavrayırıq. Vasco da Gama Hindistana su yolu açıb. Belə şəklini çəkirəm, göstərirəm uşağa. Ondan sonra bu informasiyanı götürürük, deyirəm, qruplaşdırırıq, otaqlara qoyuruq. Hara qoyacaq? Beynimizdə Hindistan otağına. Deməli, beynimizdə qruplaşdırırıq hər bir informasiyanı. Hindistan haqqında olan otağa, uşağa belə baş salıram. Vasco da Gama'nın Hindistana su yolu açdığını saldıq. Ondan sonra beynimizdə olan bu informasiyaları götürürük, gedirik kinoteatra. Bu nə deməkdir? Yəni, beynimizdə canlandırırıq. Mütləq bunu uşaq eləməlidir. Götürürsən, gözünü örtürsən, deyirəm, fikirləşirik. Vasco da Gama deyirəm, nə inir? Deyir ki, Vasco da Gama lotkada su yolu aça-aça Hindistanı gedir tapır. Deməli, uşaq gözündə Vasco da Gama'nı insan sürətində canlandırdı, lotka canlandırdı, özü deməlidir bunları. Necə üzüb getdiyini, necə Hindistana çatdığını, indusları necə gördüyünü bunları canlandırır və beyninə təməlli olaraq yadda saxlayır. Və buna da deyirik uzun müddətli yadda saxlama.